Xərçənglə mübarizədə müasir dünyada iki istiqamət mövcuddur. Biri rəsmi istiqamətdir, biri doğru istiqamətdir. Rəsmidə 3 üsuldur, doğruda 500 üsuldur. Sual yaranır. Niyə belə bir ağır xəstəliklə mübarizədə rəsmi protokollar cəmi 3 üsulla məhdudlaşır, baxmayaraq ki, təsdiq olunmuş və sübuta yetirilmiş, yüksək səviyyəli, hətta Nobel mükafatı laureatı olan Linus Paulingin xərçəngdə mübarizədə yüksək dozda vitamin C-nin istifadə olunması və biz də gedib onu Almaniyada, İsveçrədə görmüşük necə istifadə edirlər. Daxil eləmirlər protokollara. Niyə və nə üçün? Burada məsələ belədir. Hər ölkədə onkoloji protokolları Səhiyyə Nazirliyi verir. Səhiyyə Nazirliyinə bunu verir Ümumdünya Səhiyyə Təşkilatı. Ümumdünya Səhiyyə Təşkilatına verir Beynəlxalq İmperialistlər qrupu. O Beynəlxalq İmperialistlər qrupuna onların indi familiyaları da var. Rothschildlər, Rockefellerlər, Oppenheimerlər, Luke, Blabel, Kuhn və digərləri var ki, onların işi gücü cəmaatı qırmaq, öldürməkdir. Və bütün bunların hamısı da bağlanır kapitalizm sisteminə. Kim izafi dəyəri mənimsəyirsə, o da hökmranlıq eləyir. Bugün planetdə beynəlxalq imperialistlər hökmranlıq eləyir və hər ölkədə onların tulaları həmən cəmaatı qırır. Ona görə də xərçənglə mübarizədə bu siyasi xəstəlikdir. Burada heç nə eləmək mümkün deyil, əgər kökündən bu sistem dəyişməsə, əgər lazım olan valioloji tədbirlər görülməsə, əgər lazım olan öncələmək tədbirləri həyata keçirilməsə, ona görə belə çətindir. Kim bunu eləyəcəkdir? Onkoloqlar razıdırlar, onların maaş alırlar, pul qazanırlar. Başqa kimə nəyə lazımdır? Cəmaat da gedir, qırılır. Qoyunlar ət kombinatına gedəndə, öncəkilər qırılanda, arxadakılar nədir? Geri dönür, yox, onlar da elə gedir, onlar da onda qırılır. Onların ağzı nədir? Çobandan qırağa çıxsınlar. Həkim, belə iddialar var ki, adətən xərçəng xəstəliyin müalicəsini tapan həkimlər ya öldürülür, ya aradan götürülür, müəmmalı şəkildə izi tozu da bilinmir həmin şəxslərin. Sizcə bu doğrudurmu? Doğrudur, amma kimləri yığışdırırlar? Adlı sanlı professorları. Sadə bir vətəndaş nəsə tapsa onu götürmürlər ki. Deyirlər ki, bu yalançıdır. Amma adlı sanlı onkoloji professoru öldürürlər ki, o desə onun sözünə inanarlar. Onu aradan götürürlər. Amma bugün artıq o önəmli deyil. Bugün artıq şəbəkə var, sizin kimi platformalar var, hamı sözlü deyir, amma eşidən yoxdur artıq. Eşidən yoxdur. Yox. Çünki sizin kimi milyardlarla platforma var. O doğru səsdə o yalanların içində batıb gedir. Hansı blogerə qulaq assınlar? Sizə mi? Başqasına mı? Kimə qulaq assınlar? Yalan üstündədir. 1000 yalanın içində bir dənə doğru nə tərəf vaxtın var, araşdırıb tapasan. Xərçəng demək olar ki, bütün dünyanın cəngini alıb. Bəs daha çox hansı ölkələrdə xərçəngdən daha çox qurbanlar verilə bilər? Bununla bağlı soruşmaq istəyirik. Birinci növbədə Azərbaycanda. Səbəb yəni nələrdir? Çünki bizdə burjua diktaturasıdır. Və bizdə xalqın qətiyyən heç bir iradəsi yoxdur öz müqəddəratını həll eləmək üçün. Bizdə heç bir variant yoxdur yaşamaq. Azərbaycan tam sürətlə məhvə doğru gedir. Yeganə şans yaxın 1-2 ilə xalq hakimiyyətini bərqərar eləməkdir. Eləməyəcəksə də bu hamı qırılıb gedəcəkdir. Ümumiyyətlə, bəs Səhiyyə Nazirliyi xərçənglə mübarizədə hansı işləri görür? Ümumiyyətlə, iş görürmü? Görür. O bütün vəçn eləyir ki, cəmaat qırılıb ölsün. Səbəb niyə? İmperialistlərin tulasıdır çünki. Onlara tapşırıq verirlər ki, cəmaatı qırın, onlar da qırılır. Eyni zamanda bizdə sizin kimi həkimlər də var. Bəs onlar xərçəngdən... Yoxdur. Mən təkim. Məndən başqa valioloq yoxdur Azərbaycanda. Məndən başqa naturopatik onkoloq yoxdur Azərbaycanda. Amma xərçəng xəstəliyi ilə belə deyək də mübarizə aparan və yaxud da... Onlar aparmırlar. Bütün rəsmi onkoloqlar protokollara riayət edirlər. Onlar Səhiyyə Nazirinin tapşırığını yerinə yetirirlər. Səhiyyə Naziri də beynəlxalq qurumlarsa, imperialistlərin. Mən axı dedim. Bir də sual etmək üçün, bu cəmaatı qırırlar da, bunun qazancı nədir burada? İnsanların sayını azaltmaq. Hitler cəmaatı pulla qırırdı, Osvensimdə, peçdə yandırırdı. O da rəsmi idi. Yox, o pul qazanmırdı onlardan. Onun siyasəti oydu. Əksinə pul sərf eləyirdi ki, işıq, su, qaz, hamısını tikməyə, orada nadзирательlər, axranlara pul verirdi, nə qarırdı, nə inirdi. Niyə? Cəmaatı qırmaq üçün. Milyonlarla adamı orada yandırdı. Cəmaatın sayını azaldırdı. İndi də həmən onların davamçıları Amerikada, Avropada, Rusiyada, Türkiyədə, Azərbaycanda oturub həmən işi davam edir. Nə çətin şeydir ki, bunu başa düşmək.
41-45-də Sovet hökuməti, Kommunist partiyası, Sovet xalqı o faşistlərin belini sındırdılar. Amma indi onlar təzədən 91-ci ildə əks inqilab elib təzədən imperializmi bərpa edirlər bütün planetdə. Və 2030-cu illər kimi böyük bir qırğın salıb cəmiyyəti qıracaqlar. Azərbaycan birinci sıradadır. Çünki bizdə qətiyyən öz müqadarətimizi həll edə biləcək. Azərbaycanda vətəndaş heç nədir. Bir səsi də yoxdur, nəsə cıqqırığını çıxartsın. Türkmənistan kimi, Azərbaycan kimi ölkələr yaşamağa variantı yoxdur, məhv olacaqlar. Ümumiyyətlə həkim, bir sual da verim. Əgər xərçənglə mübarizə mərkəzi yaransa Azərbaycanda, tutaq ki, belə bir mərkəz yarandı, təxminən nə qədər müddətə bu xəstəliyi ram etmək mümkün olacaq? Əgər rəhbəri mən olacamsa da 3 aya. 3 aya. Hansı yollardan? Çoxdur yollar. Bütün o yollar biz hamısını bilirik. Bütün bugün texnologiyalar imkan verir ki, Azərbaycanda bir neçə həftənin içində, bir neçə ayın içində çox gözəl bir cənnət ölkə yaratmaq olar. Amma bunun üçün siyasi iradə lazımdır, xalqın siyasi iradəsi. Və hamının soruşduğu bir sual verəcəm. Niyə Azərbaycanda xərçəng dərmanları çox bahadır Avropaya nisbətən, digər ölkələrə nisbətən? Çünki bizdə inhisardır. Yəni kimlərin əlindədir? Konkret bir nəfərin əlindədir. Kimdir o? Cəmil Əliyev. Kasıb ölməlidirmi yəni xərçəng? Bəli. İmperialistləri də demək, burja diktaturası da kasıb ölməlidir. Bəs sizin bir həkim olaraq önləyici tədbir kimi hansı qidalara üstünlük verməlidir insanlar və hansı qidalardan xərçəng xəstəliyinə ən azından bir qədər məsafəni uzaqlaşdırmaq olar? Ən vacib nədən uzaq durmaq lazımdır? Siqaret, araq, narkotikdən uzaq durmaq. Mal əti, quzu əti, sənaye şəkərindən uzaq durmaq. Marketlərdə heç bir qida məhsulları almamaq. Məişət vasitələri, filanları, təmizləyicilər alın, o problem deyil. Qida məhsulları qətiyyən marketlərdən almayın. Ələxüsus imperialistlərə və kapitalistlərə məxsus olan marketlərdən. Nə yemək lazımdır? Qalan bütün təbii şeylər. Ən çox hələ ki geni dəyişdirilməmiş kərəzlər, müəyyən meyvələr. Azərbaycanda çoxdur seçim. Ona görə burada hamısını geni modifikasiyalaşdırmırlar. Amma buğdadır, kartofu da artıq bizə gen modifikasiyalaşmış gətirdirirlər. Ona görə çalışın özünüz yetişdirdiyiniz, bəlli olan toxumlardan istifadə elədiyiniz. Əsas gücü verin kəndlilərə. Kəndlilərdən alın nə alırsınızsa. Bazarlardan, məhəllə marketlərdən, yolda satılan avtobuslardan, nə bilim, hər şeydən. Amma yalançılar olmasın, yəni fırıldaqçılar olmasın, tanıdığınız adamlardan alın. Hər bir məhəllədə bir tanış daydayınız var ya gələn gedənlər var ki, onlarla əlaqəniz var ki, illərcə gəlib gedən adamdır. Misal üçün südü, qatığı, yumurtası filanı belə şeyləri var. Hər bir məhəllədə elə bir tanış adam var ki, xüsusi kəsim aparır, mal əti, heyvan əti, deyək ki, quzu əti filanları onlara, yaxud da ki, toyuq gətirir, öz həyətində saxlanmış, bəslənmiş toyuqlar. Bax, belələrə üstünlük verin.